qısa bir səslə, belə möhkəm dəmir səslə atamın çığlıq səsi. Belə böyük bir səs. O ona qarışdı, bu buna qarışdı. Onda da hər kəsən özü özünə xatırlayır da kim. Amma mən bilirəm ki, mən durdum, birinci mən qaçdım. Qaçdım, gördüm atam divanda elə bil ki, bir əli belə, əlini belə qoyub divana, bir əldə belə gözləri açıq, amma mən gözüm görmür tüfəngi hələ. Mamakinə gəldim belə qolundan, bu mənim qoluma belə, dedim, ay ata, sənə nə olub? Belə bax, o mamakinə də mamam gil gəlib, anam gəlib, uşaqlar hamımız başa üstündəyik. Anam qalxdı ki, əmioğlu özün vurub. Anam atama əmioğlu deyir. Əmioğlu özün vurub deyəndə, baxdım ki, bu tüfəngi elə bil ki, ayağı ilə o, nətər deyirlər o, aftan o, hə, çaxmaqla. Onu ilə vurub elə bil ki. Bir də belə çəkdim, gördüm ki, bu qədər içirdilən, ön tüstüsü orada elə bir çıxır, amma qan çıxmamışdı.